Herkese salam qızlar. Bu gün sizlərlə alma ceminin reseptini bölüşürəm. 3 kiloqram almanı yuduqdan sonra qaba əlavə edib, üzərinin qabıqlarını və içini təmizləyib, bölüb bir qaba əlavə edirik. Daha sonra isə qızlar doğradığımız almaları yuyub, süzgəcdə suyu getməsi üçün bir kənara qoyuruq. Və onu da qeyd edim ki, qızlar almanın qabığını və içini təmizlədikdən sonra təmiz 2 kiloqram alma qalır. Və qızlar bişirəcəyimiz qaba əlavə edib, üzərinə bir stəkan su töküb qaynamağa qoyuruq. Ara sıra qarışdırın ki, dibi tutmasın. Və qızlar almalar yumşalıb pürü halına gəldikdən sonra blenderlə əzirik və blenderlə əzib pürü halına gətiririk. Üzərinə 1 kiloqram şəkər tozu əlavə edib qarışdırırıq. Və qızlar qatlaşana qədər qaynadırıq və bir qaba əlavə edib baxırıq. Əgər axmırsa, demək ki, alma cemi hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Səhifəyə takib atıb, bəyənib, yorum yazıb, kayt eləməyi unutmayın. İndidən hər kəsə təşəkkürlər.